Deməli xanımlar, bu çanta artıq hazır idi və mən sizə neçə vaxtdır bu çantanın yan tərəflərini, yəni bu formada necə yığmağı göstərmək istəyirdim. Amma video ilə bağlı bir dənə tərslik baş verib. No, video silinib. Və mən də məcbur qaldım. Bu yan tərəfi necə yığmaq lazımdır bu formada göstərmək üçün məcbur hazır çantanın yan tərəfini söktüm. Bir tərəfini söktüm ki, baxın belə açdım ki, sizə göstərim. Görsünüz. Amma siz yan tərəfini yığarkən, yəni qapağını, bu ön tərəfini toxumadan eləyin. Çünki bu ön tərəfini toxusa sizə maneçiliyi törədəcək bu yan tərəfini yığarkən. Yəni belə xırda bir ayrıntı vermək istədim. Gecikən video üçün də üzrlü sayın. Deməli, nə edirik? Biz 5 dənə idi, düzdürmü? Bu kənarlar. Görürsünüz? 1, 2, 3, 4, 5. Və biz bunu kənarda yığmaq üçün, baxın, görürsünüz? Bu yandakı değil de, görürsünüz? Bu yandakı yox. Bu ikisinin, kənardakı bu iki dənə muncuq yoxdur. Bu ikisinin ortasında qalan muncuğun içərisindən jilkanı keçirəcəyik. Amma bir üstdəkinin yox. Bir altdakının içərisindən keçirəcəyik. Telefonun da fokuslanması yoxdur ki, sizə tam görünsün. Bir dəqiqə. Deməli, bu ikisinin yox, yandakı. Bunların tən ortasındakı muncuğun içərisinə jilkanı keçirəcəyik. Amma bir üstdəkini yox. Bir altdakının içərisindən jilkanımızı keçirdirik. Baxın, bunun yox. Bunun yox. Bunun altdakını. Yəni belə. Və keçirdik. Görürsünüz? Bu ikisinin ortasındakı muncuğun, baxın, bu muncuğun altındakı muncuqdan jilkanımızı keçirdik. Sonra götürürük bir dənə gümüşürək muncuq və bu altdakı jilkanın içindən keçirdik. Keçirdikmi? Sonra həmin bu jilkanı digər tərəfdəki, yəni bu iki muncuğun ortasındakı muncuğun bir altdakı muncuqdan keçirdirik. Baxın. Bunun yox, baxın. Bu muncuğun, bu ikisinin arasında olan yoxdur bu. Bunun bir altındakı muncuğun içərisindən keçirdirik. Ay, digər tərəfdə getdi. Gördünüz? İndi bunu yığırıq. Baxın, belə dartırıq. Gördünüz, yığıldı. Yığıldı mı? İndi bu qapağı mənə mane olur. Sonra götürürük bir dənə də muncuq. Gümüşürək bir dənə də muncuq götürürük. Fərqi yoxdur. Sağ və ya sol jilkadan keçirdirik. İlgəyimizi yenə yaradırıq. Və qarşıdakı jilkanı ilgəyin içərisindən keçirib dartırıq. Sonra ilgəyimizi salırıq muncuğun içərisinə. Gördünüz bu formada. Sonra sağdakı jilkanı bayaq jilkanı keçirdiyimiz muncuğun bir üstdəki muncuğundan, yəni bir üstdəki olan muncuqdan keçirdirik. Yəni bunun içərisindən. Görürsünüz, yanındakı. Belə keçirəcəyik. Bunun içərisindən çıxanı bir üst sıraya qaldırırıq. Və yenə soldakini də yenə həmçinin əvvəl keçirdiyimiz, içindən keçirdiyimiz muncuğun bir üst sıradakı muncuğundan keçirdik. Bir üstündəki muncuqdan keçirdik. Yəni yanındakından, baxın belə. Keçirdib yuxarı qaldırırıq. Yəni bir sözlə, baxın, bu kənarda qalan muncuq yoxdur. Onun yanındakı muncuqdan, baxın. Onun bu tərəfdəki yox, bu tərəfdəki muncuğun içərisindən keçirdik. Keçirdik. Sonra götürürük yenə bir dənə də muncuq. Baxın, üstə qaldı iki dənə də, belə. Götürürük bir dənə də gümüşürək muncuq. Fərqi yoxdur, sağ və ya sol. Baxın, belə. Keçirdik bir dənə də muncuğu. Sonra qarşıdakı jilkamızı yenə bu ilgəyin içərisindən keçirdik və tamamladım.
Və budur, gördüyünüz kimi. Artıq hazırdır. Görürsünüz, bizə nə qaldı? Bizə qaldı sadəcə olaraq bu jilkanı muncuqların içərisində itirmək. Baxın, belə. Yığılan hissədə bu formada. Yəni digər tərəflər eyni qaydada. Bugün sizə bu halqanı necə keçirək onu göstərəcəm. Baxın, bir digər tərəf keçirmişəm və qalıb digər bu tərəfi. Və sizə məsləhətim odur ki, qapağını toxumadan öncə keçirdim bunu. Çünki çətin olur. Deməli, nə edirik? Bunu bu formada deyilib keçirdə bilərsiniz. Amma bu biraz çətin olur. Çünki baxın, beləncik. Baxın. Bunu bir altından. Görürsünüz? Bu muncuğun altından. Yəni, bəri tərəfdən çıxacaq. Nəsə çətin olmadı. Gördünüz? Keçdim. Yəni, bu dörtküncün altından keçirdirik. Buradan salıb, buradan çıxardıq. Gördünüz? Daha indi bilməm, yetəri qədər izah edə bildiyim, bilmədim. Bunu o qədər belə çıxartdım, saldım ki. Baxın, belə. Gördünüz? Keçirdik. İndi beləncik zənciri də yenə bu hissəsini qatlayırıq. Baxın. Açırıq və buradan keçirdik. Belə. Keçirdik. Və bir digər tərəfdə. Bu zincir buna uyğun deyil. Çünki bunun gümüşlərin rengi fərqlidir. Ona görə də fərqli istifadə edəcəm. Sadəcə sizə göstərməyəm asılı. Bu zincirdən istifadə elədim belə. Oldu bizim çantamız. Və bu bizim çantamız da